Yeşaya 11-ci fəsil. Sülh ümidi. Yesseyin kötüyündən yeni bir fidan çıxacaq. Kökündən çıxan bir budaq bar verəcək. Rəbbin ruhu, hikmət və anlayış ruhu, öyüd nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu onun üzərində olacaq. O, Rəbb qorxusunda sevinç tapacaq. Gözlərinin gördüyü ilə hökm eləməyəcək. Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o yoxsullara haqla hökm eləyəcək. Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. O belini salihliklə qurşayacaq. Sədaqəti kəmər kimi taxacaq. O gün qurdla quzu bir yerdə yaşayacaq. Bəbirlə çəpiş birgə yatacaq. Dana, gənc aslan və bəslənmiş malqara yan-yana duracaq. Onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq. Onların balaları bir yerdə yatacaq. Şir də buğa tək saman yiyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq. Süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək. Heç bir kəs o birisini məhv eləməyəcək. Çünki sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq. Əsirlər geri qaydacaq. O gün Yesseyin kökü xalqlara bayraq olacaq. Millətlər ona tərəf yönələcək. Məskunlaşdığı yer izzətlə dolacaq. O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan xalqının sağ qalanlarını qurtarmaq üçün ikinci dəfə əlini uzadacaq. Millətlər üçün bayraq qaldıracaq, əsir düşmüş İsrail övladlarını yığacaq, dağılmış Yahudalıları dünyanın dörd bucağından bir yerə gətirəcək. Efraimin qısqanclığı yox olacaq, Yahudanı sıxışdıranlar məhv olacaq. Efraim Yahudaya qısqanmayacaq, Yahuda Efraimi sıxışdırmayacaq. Onların ikisi qərbdə filistlilərin üstünə hücum eləyəcək. Birlikdə şərqdə yaşayanların var dövlətini qarət eləyəcək. Edom və Muav torpaqlarını zəbt eləyəcək, Amonlular onlara tabi olacaq. Rəbb Misirdəki dənizin körfəzini büsbütün qurudacaq, Fərad çayının üzərində əlini yellədərək səmum küləyi gətirəcək. O çayı 7 dərəyə böləcək, adamlar oradan çarıqlarla keçə biləcək. İsrail övladları Misir torpağından çıxdığı kimi, Rəbbin Aşşurda sağ qalan xalqı üçün böyük bir çıxış yolu olacaq.